Deməli, indi qarşıma çıxır bəzi səhifələrdə. Əslində, mən belə şeylərə fikir bildirmirəm. Sadəcə olaraq haqsızlıq var ortada, ədalətsizlik var. Yazırlar ki, mənim bir mahnım var, getdi mahnımdır. Yəni, bunun da baxış sayı 10 milyondan çoxdur YouTube kanalımızda. Neçə 2 il yaxında artıq yerləşdirilib və 10 milyondan çoxdur baxış sayı. Mahnını qeyd edeyim ki, Aygün xanım, Mehriban xanım və Tural bəy ifa ediblər. Aygün xanıma icazə verilib, yalnız və yalnız sosial şəbəkələrdə ifa edə bilər. Yəni, icazəsini şəxsən məndən alıb və müəlliflərindən, müəllif hüququ var, müəllifindən alıb. Müəyyən qanararını da ödəyib. YouTube'da ancaq mənim ifamda ola bilər, heç kimin ifasında ola bilməz o mahnı. Çünki o mahnının bütün müəllif haqları mənə məxsusdur. Yəni, mən o mahnının qanararını ödəyib, aranjman elətdirib, sevdirmişəm. Bunu da bir kənara qoyuram. Mehriban xanıma qaldıqda isə, Mehriban xanım da bəli, təbii ki, hörmətli şəkildə icazəsini alıb, papurisinə bir kupletini, bir bəndini salıb, papuridə ifa edir. O da yəni YouTube kanalına artıq onsuz da Mehriban xanım və yaxud Aygün xanım qoysa rəsmi qaydada vurula bilər səhvə. Yəni bu ola bilməz. Sadəcə olaraq YouTube'da bir bəndinə icazə verildiyinə görə Mehriban xanım bir bəndini papuriyə salıb və ifa edir. Tural dostumuza qaldıqda isə Tural bəy də yəni öz ifasında sosial şəbəkələrdə ifa edir. Yəni bir araşdırın, baxın, görün YouTube kanalında hər üç ifaçının ifasında getdi mahnısı varmı? Yox. Demək ki, o mahnının hüquqları mənə məxsusdursa və mənimdir mahnı. Mən mahnının pulunu ödəmişəm, qanararını ödəmişəm Anar bəyə və mən mahnını 2 il bundan öncə oxumuşam. Yəni burada yazmaq lazım deyil, Aygün xanımın mahnısıdır deyə bir şey yoxdur və yaxud Mehriban xanımın mahnısıdır deyə bir şey yoxdur. Halal xoşları, ruzuları bol olsun. Mahnını təbii ki, mənim ifamda sevib, bəyənib, ifa eləyirlər. Çox sağ olsunlar, təşəkkür edirəm. Bu mənə olan bir böyük hörmətdir, mən bunu başa düşürəm. Yəni, amma düzgünlük olmalıdır da, ədalətsizlik olmaz. Və orada o səhvədə başlıqlar yazırlar ki, Aygün xanım yaxşı ifa edib, yoxsa Mehriban xanım. Yəni, bu mahnı mənə məxsusdursa, bunu mən ifa eləmişəm ki, siz dinləmişsiniz və siz bəyənmişsiniz, əziz sənət dostlarım. Yəni, bunu bu başlıqlarla qoymaq lazım deyil. Və bir də deyirəm, vurğulayıram ki, o bəzi səhifələr Aygün xanımın mahnısı deyil, getdi mahnısı mənim mahnımdır, mənə məxsusdur və mənim ifamda 2 il öncə səslənib. Qeyd elədiyim kimi, yalnız və yalnız Aygün, Tural, Mehriban xanım onu sosial şəbəkələrdə ifa edə bilərlər. YouTube kanalında isə Mehriban xanım bir bəndini papurisinə yəni salıbdır, onu ifa edə bilər. Necə ki, mən hamının papurilərinə müraciət edəndə və müəlliflərdən icazə alıram bir bəndini ifa elədiyim kimi, o da bir bəndini ifa edib. Bu qədər basit.